Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsait naməlum şəraitdə oğurlanıb və Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatı araşdırılarkən zərər çəkənin qısaca izah verim, sonra xəbərin mahiyyətini oxuyacağım. Anasının kartından pul oğurlayıb yoldaşına göndərib adam, yəni mahiyyət budur. Deməli, zərər çəkənin mobil tətbiqi və kartına kiber müdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərər çəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədildiyinə əsaslı şübhələr yaradıb. Ekranlarınızda görürsünüz şəxsi. Həyata keçirilən tədbirlər nəticəsində zərər çəkənin oğlu Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub. Faktla bağlı cinayət işi başlanıb və araşdırma aparılır. Vallahi adam deyir, bir övladını, bir valideynini seçə bilmir, söz tapmadım demək.